Herkese salamlayıram, dəyərli izləyicilərim. Bugünkü videoda biz həm xonçaları bəzəyəcəyik, həm də axşam saatlarında xalamgili ziyarət edəcəyik. Əgər sizə də bu tip həm hazırlanma, həm də söhbət videoları maraqlı gəlirsə, zəhmət olmasa kanalıma abunə olub, videomu like edib, aşağıda şərh bölməsində fikir bildirməyi unutmayın. Mən həm Instagram, həm də TikTok platformalarında öz əl işlərimi paylaşıram. Digər videolarda qeyd etmişdim, ancaq burada da qeyd edəcəm. Əgər sizə də maraqlıdırsa, girib səhifəmə baxa bilərsiniz əl işlərimə. Bugün isə bayramlıq xonça hazırladıq və bu mənim hazırladığım bu ilki son Novruz xonçasıdır. Xanım mənimlə hardasa bir həftə əvvəldən danışıb, məni TikTokda görüb bəyənmişdi əl işlərimi və daha sonra da WhatsApp-la əlaqə saxladı. Və bu tarix üçün onun üçün xonçaları bron etdik. Sonradan öyrəndim ki, sən demə bu xanım gəlinin baldızıymış. Xonça üçün olan bu məhsullarda xeyir işdən bir gün öncə qaynana gəldi, mənə gətirdi və yəni qaynana o qədər necə deyim, titiz xanımdır ki, təsəvvür edin, hər şeyi ən incə ayrıntısına kimi hazırlayıb qoymuşdu da kloklara. Baxın, bu şirniyyatın alt hissəsi var ya, kağız bəzəkli. Ona kimi almışdı da, təsəvvür edin. Normalda bir çox xanımlar bunu unudur almağı, dəfələrlə tapşırsam belə alıb gətirmirlər. Əlavə olaraq pudra şəkəri də alıb göndərmişdi ki, badamburaların üzərinə pudra şəkəri səpim yenidən. Bu arada həyatımda ilk dəfə idi ki, belə balaca minnə paxlavalar görürdüm. Əslində şəkərburanı və badamburanı normal ölçüdə hazırlatmışdı, amma paxlavalar çox balaca idi və yerləşdirməkdə deyərdim ki, çox çətinlik çəkdim. Əslində mən də çox bəyənirəm ki, şirniyyatlar belə balaca porsiyada olsun, çünki hamısını yeyib bitirmək olmur və israf olur yarımçıq qalanda. Lakin belə xeyir işlərdə çalışmaq lazımdır, orta ölçülü şirniyyatlar hazırladasınız. Həddindən artıq iri şirniyyatlar da gələndə görünüş olaraq elə də yaxşı görsənmir. Yəni orta boylarda olmağına diqqət edin. Daha bir şok edici detalda deyəcəm sizə. Sən demə, gəlinin adı elə Günel imiş. Qaynana özü mənim adımı soruşdu ki, xanım adınız nə idi, müraciət edim sizə. Dedim Günel, o da qayıtdı dedi ki, hə, mənim gəlinimin də adı Güneldir. Çox əla, çox gözəl. Bu arada görürsünüz də necə rəngarəng çərəzlər alıb. Görünüş olaraq həmişə belə rəngarəng çərəzlər məsləhət görürəm alasın. Hərəsindən bir ovuc, yəni çox ideal görsənir. Ümumiyyətlə çalışın alanda çeşid bol olsun, miqdar az. Əslində siz miqdar çox aldıqca, yəni belə deyərdim ki, həm artıq qalır, israf olur. Yəni mən onları yığıb yenidən kloklara, müştəriyə geri verirəm. Çünki həqiqətən qoymağa qab da qalmır. O qədər çox alırlar ki. Ya da ki, alanda bəzi xanımlar çox az alır, 200 qram, 300 qram. Bu zamanda qabın içi çox boş görsənir. Yəni orta belə deyim, məxrəci tapmaq lazımdır. Bu xanım da elə eləmişdi. Nəyi doldurdumsa, hamısı elə qabın tutumu qədər oldu. O qədər sevindim ki, yəni uzun zamandır ilk dəfədir ki, belə bir halla qarşılaşırdım, yaxşı mənada. Hamısı baxın bir-bir elə nə qədər lazımdır o qədər tutur. Və bu marallı qablar da daha sonradan əlavə etməli oldum, çünki sayı çox idi dediyim kimi. Bu marallı qabdan ikisi var idi. Birini də sonradan almalı oldum. Keçmiş müştərilərin birinə lazım idi, çünki həddindən artıq bol almışdılar çərəzləri. Və budur, artıq çərəzlərlə işim bitdi. İndi də keçirəm onun çatışmayan hissələrini düzəltməyə. Məsələn, bu güllər tam da bir gözəllik qatdı. Bu arada bu iri xonçadır. Videoda hələ çox bilinmir də nə qədər iri olduğu, amma olduqca iri idi, yəni və çox ağır idi. Deyərdim bəlkə də 15 kilo elədi. Bəlkə də çox eləyib, 20 kilo falan eləyib. Heç abartmıram. Yəni oğlanlar da gəlib daşıyanda bunları hiss elədim ki, çox ağırlar üz ifadələrindən. Və ən əsas məsələ təbii ki, bu qabların hamısını bir-bir yaxşıca yapışdırmaq lazımdır, yolda tökülməsin, sınmasın deyə. Hətta deyərdim ki, elə ən çətin hissə də buradır. Bir-bir yapışdırmaq və həqiqətən yapışdığına əmin olmaq. Bu arada mən əslində keçmiş xonçaları daha çox bəyənirəm. Nəyə görə? Həm daşımaq daha rahat olurdu, həm daha yüngül idilər, həm az yer tuturdular. Əslində xonçaların bu qədər iri və fərqli olması bir tərəfdən bizim də işimizi çətinləşdirir. Biz özümüz də hər dəfə qaldıranda, ora-bura qoyanda bir xeyli çətinlik çəkirik. Eyni zamanda güllərin də tez-tez dəyişmək məcburiyyətində qalırıq. Hər dəfə yeni güllər çıxır, yeni kompozisiyalar yaratmağa çalışırıq. Qeyd etmək istəyirəm ki, mən çərəzləri yığandan sonra meyvələri də yığdım. Baxın, orada görürsüz sağda, aşağıda. Sadəcə onu çəkmədim, çünki onu yığmaq belə deyim, yəni ki, mənim üçün çox daha rahat idi. Tez bazar yığdım. Keçdim
burada geyimləri yerləşdirməyə. Təəssüf ki, burada da görürsünüz də geyim necə bərbad qaldı. Bağlı xonçada əslində bu xonçanı istəmişdilər. O səbəbdən mən də geyimə uyğun açıq xonça və ona uyğun belə bir orta boy veşulka seçdim. Ütülədim ilk öncə bu gömləyi və üzərinə də blazer ceket gedir bu. Bunu almışdılar, bunu qoydum. Çox zövqlü bir parçaydı doğrudan da. Çox zövqlü bir geyim idi. Çox bəyəndim. Və qaynana tapşırmışdı ki, mütləq şəkildə bu Dior'un qutusunda qoyarsınız. Ona görə də içindəkiləri çıxardım. Dior qutusunu baxın bu şəkildə dik qoydum ki, adda görsənsiniz. Və yanında da ən qəşəng, ən məşhur ətirlərindən biri olan J'adore var idi. J'adore'un geli və badən losyonu da var idi. Onu da istədim ki, belə rəng qatım, gül əlavə etdim və belə balıq qulağı formalı heykəlim var idi. Onu da əlavə etdim. Əslində bu heykəli mən daha çox üzük qabı kimi istifadə edirəm, amma belə də çox qəşəng görsəndi məncə. Yəni o qədər sadə xonça oldu ki, həm sadə, həm elegant, həm də bahalı görünüşlü. Əlavə olaraq mən burada mirvarilər əlavə eləmişdim. Ən sonda göstərəndə siz görəcəksiniz daha yaxından bunları. Sadəcə mirvarilər də çox aşırı dərəcədə əlavə etməyə gərək yoxdur. 3-5 ədəd kifayətdir. Və xanım belə paylama konfetlər də aparmışdı gəlinə. Açığı saymadım, amma elə güman edirəm ki, 30-32 ədəd olardı içində. Bu şəkər pudrasını da göstərməsəm olmazdı. Və buyurun, baxın bütün hazırladığım xonçalara. Sizə xoş izləmələr. Xonçaları aparmağa gələndə mən belə stretch klokla keçirdim bu meyvələri ki, maşında aşmasın. Xonçaları təhvil verəndən bir neçə müddət sonra da iHerb-dən sifarişlərim gəldi. Qızım üçün bir neçə qidalar almışam buradan. Çox araşdırdım, vitamin və minerallarla zəngin qidaları və belə atışdırmalıqlar aldım. Ora bura gedəndə arada acanda verəcəm və ölçüləri də elə tasarlanıb ki, həm dişi çıxan uşaqlar üçündür, baxın belə sanki diş qaşıyırmış kimi, həm də eyni zamanda tərkəbi vitaminlərlə zəngindir. Bir də baxın 10 aydan yuxarı uşaqlar üçündür hamısı. Burada hər birinin tərkibini göstərmişəm sizə və anamla bacım bu saç məhsulunu hər ay sifariş eləyirlər. Mən də gətizdirirəm. İndi isə keçid alırıq İnci xanıma qəşəng super qidalı bir sup hazırlamağa. Hər zaman olduğu kimi yarım litr suya 1 ədəd kartof və 1 ədəd kök əlavə edirəm. Bu dəfəki kök çox iri idi, ona görə yarım kök əlavə elədim və kökü mütləq şəkildə belə rəndələyib əlavə eləməyinizi məsləhət görürəm, çünki olduqca gec bişir. Bu da həmin o hazırladığımız toyuq bulyonudur. İçində həm də toyuq var. Artıq İncinin yeməklərini blenderdan keçirmirəm. Çünki artıq o normal şəkildə iri qidalar da yeyə bilir. Sadəcə belə kartof püresini əzən belə bir alətlə əzib veririk. Çox vaxt onu anam yedizdirir. Çünki anam onu yedizdirəndə daha iştahla yeyir. Düzdür, bəzən məcbur olanda mənim də yediyim yeməyi yeyir. Amma hiss edirəm ki, anam daha çox onun dilindən anlayır, daha çox əyləndirir ona görə. Artıq bizim 11 ayımıza sayılı günlər qalır və doğrudan da hiss edirəm ki, digər aylarla müqayisədə bir çox dəyişikliklər var. Sonda südümüzü içib yollanırıq Elnara xalagilə. Daha öncə də Elnara xalagilə çoxlu videolar çəkmişdim. Xıdır Nəbi bayramından, yeni ildən və s. keçid edib baxa bilərsiniz. Xalam evini artıq belə qəşəng güllərlə, çiçəklərlə bəzəməyə başlayıb. Əslində bu səməni göstərdim, çox iri idi və mənə dedi ki, onun yaşıl variantını şəklində paylaş. Mən də ona görə qoymuşam həmin kadrda və belə bir öz səmənimizi də gətirmişdi. Yəni İnci xanımı. Başına da belə bantik vurduq. Sağ olsun onu da çıxartdı. O bizim səmənimiz, bu da onun bantiki idi. Anam bu yaxınlarda belə bir xüsusi qab alıb, isti saxlayan qab. Elə yarımçıq qalan supu da qoyub bunun içinə gətirdik ki, acanda verək. Və evə qayıtmamışdan öncə istədim belə gülləri, çiçəkləri çəkim. Onların həyətində belə ağac var və onun gülləri açıb çox qəşəng bir şəkildə. İstədim görəsiniz. Növbəti vaxtlarda artan şəkildə açacaq güllər. İndi isə gəldik çay süfrəsinə. Çay süfrəsində hər şey var idi. Şəkərbura, paxlava, müxtəlif cür çərəzlər, şokoladlar və ən əsası mənim ən sevdiyim mürəbbə. Burada görürsüz çiçəklərin mürəbbəsi. Çox qəşəng hazırlanmışdı xalam. Belə qəşəng dovşanlar da var. Xalam
elə bu yaxınlarda alıb istədim belə sunum eləyim sizə göstərim. Həm görünüşü çox qəşəngdir bu çiçəklərin, həm dadı, sortu biraz fərqliymiş. Və son olaraq da İnci qızımızı yedizdirib, içizdirib yollandıq evə. Sizin hər birinizə xoş izləmələr arzu edirəm və videonu like edib kanalıma abunə olmağı, aşağıda da şərh yazmağı unutmayın. Sağ olun.